Salam uşaqlar, biz bugün DİM-in 2022-ci ildə keçirdiyi qəbul tipli sınaq imtahanına baxırıq. Qeyd edim ki, bu qəbul deyil, sınaqdır. Baxırıq, birinci sualdan başlayırıq. Deməli, deyir ki, bir müstəvi güzgü üzərinə düşən şüa iki müstəvi güzgüdən əks olunduqdan sonra hansı nöqtədən keçər? Uşaqlar, həmişə yadda saxlayın. Baxın, bu 3 dama gəlib. Onda 3 dama sağa tərəf getməlidir və damalarla baxsaq 3 dama aşağı gəlibsə 3 dama sağa və 3 dama yuxarı getdi. Baxın bu şəkildə. Yaxşı, necə gəlibsə indi də eyni şəkildə müstəvi güzgüdən qayıtmalıdır. Ona görə də biz bu şəkildə yazırıq. Baxın yenə də sağa doğru. Deməli, sola 3 dama gəlmişdi, sağa 3 dama getdi. 3 dama gəlmişdi, 3 dama da yuxarı qalxdı. Deməli, hardan çıxacaq? El nöqtəsindən çıxmış olacaq. 32-ci sualda deyir, bu qüvvələrdən hansı və yaxud da hansılar mənfi iş görər? Bizə mənfi iş lazımdır. Deməli, mənfi işə baxsaq, nəyi düşünürük? Əvvəlcə belə suallarda mütləq şəkildə əvəzləyici tapmaq lazımdır. Sağa doğru 2F gedir, sola doğru da F var. Onda bunların əvəzləyicisi sadəcə olaraq sağa doğru bir dənə F olacaq. Deməli, bu ikisi silindi. Əvəzləyici F oldu. Yuxarı doğru bir F'imiz, aşağı doğru bir F'imiz. Deməli, bunların əvəzləyicisi perpendikulyar olanda əvəzləyicimiz yönələcək. Baxın, yekun əvəzləyici bu istiqamətdə yönəldi. Sonra, indi biz baxırıq, deyir ki, mənfi iş görər. Mənfi iş nə deməkdir? Kör bucaq əmələ gətirsin. Sonra, fikir verin, birinci əvəzləyici ilə iti bucaq əmələ gətirir. İkinci əvəzləyici ilə iti bucaq əmələ gətirir. Yalnızca üçüncü əvəzləyici ilə kör bucaq əmələ gətirmiş olur. Daha sonra baxırıq 33-cü suala. Uşaqlar, belə suallarda həmişə, baxın, yer verilib də sizdən nə gedir? Yazın ora Lorentz qüvvəsini düsturun. F Lorentz bərabərdir QVB sinus alfa. Bunlar hamısı perpendikulyar yönəldiyinə görə sinus alfaya ehtiyac yoxdur. Uşaqlar, eyni sürətə malik, sürətlərimiz eynidir, eyni bir yükdülər. Elektron da hamısı. Deməli, yükləri də bərabərdir. Bax, görürsünüz, Lorentz qüvvəsi nədən asılı qaldı? B-dən, yəni induksiya vektorundan, maqnit induksiya vektorundan. Ən böyük olması üçün maqnit induksiya vektoru ən böyük olmalıdır. Biz də bilirik ki, harda sıxdısa, qüvvə xətləri orada maqnit induksiyamız daha böyükdür. 34-cü sual. Uşaqlar, enerji düsturu, biz bilirik ki, W-nin düsturu YU düsturuydu. Onun da bərabərdir. U-nun yerinə YD yazırdıq da, düzdür. Burada artıq Y vurulsun, məsafəni D yox, L-lə işarə edilir. YL. Ümumiyyətlə, bu düsturu yadda saxlayın mütləq şəkildə. W bərabərdir YL. Bizdə nə istəyir? Impulsu. Enerjinin yerinə P kvadrat bölünsün 2M düsturundan istifadə eləsəm, yazaram YL. Çarpaz vuraram kök altında, onda ifadəmiz olar Y variantı. Deməli, bizdə burada radioaktivlikdən danışırıqsa, saydan danışırıqsa, düsturumuz N bərabərdir, N0 vurulsun. 2 üstündə mənfi T bölünsün T şəklindədir. Uşaqlar, bizə deyir ki, 4 dəfə azalır. 4 dəfə azalmaq nə deməkdir? N bölünsün N0-ın yerinə biz 4 yazacaq. 4 dəfə azalmaq. 4 dəfə azalmağı biz belə yazarıq. 2 üstü 4də 1 daha doğrusu burada yazmalıyıq. 4 dəfə azalmaq o deməkdir. Deməli, 2 üstü mənfi 2 yaza bilərik 4-ü. O da bərabərdir. 2 üstü mənfi. T'nin yerinə birinci bizə 6 sutka vermişdi. 6 bölünsün T yazarıq. Onu da ixtisarlarımızı aparsaq, buradan T'ni alarıq. Nəyə bərabərdir? 3-ə bərabərdir. İndi bizdən istəyir ki, 12 sutka ərzində neçə dəfə azalacaq? Onda gəlin 12 sutka ərzində N bölünsün N0 tapaq. Deməli, N bölünsün N0 tapsaq, bərabərdir 2 üstündə mənfi. Bizə 12 sutka verib 12-ni yazarıq. Yerinə biz bayaqları T-ni tapmışdıq. Təbii ki, T sabit qalır, dəyişmir. Ona görə gətirib 3-ü yerinə yazarıq. Bu da eləyəcək 2 üstü mənfi 4. O da bizə verər 16 dəfə azalmaq. Daha sonra baxırıq 36-cı suala. Suala deyir ki, mənfi nöqtəvi Q0 yükünün yaratdığı elektrik sahəsinin Q yükü AB istiqamətində necə hərəkət edər? Uşaqlar, həmişə yadda saxlayın. Belə suallarda nəyə diqqət yetirmək lazımdır? Fikir verin, sürət aşağı doğrudur. Yəni, Q yükü, buradakı Q yükü aşağı doğru hərəkət edir. Yaxşı, aşağı doğru hərəkət edir. Mənfi nə edir? İtəliyir. Deməli, qüvvəmiz də hara doğrudur? Aşağı doğrudur. Sürətlə qüvvə eyni istiqamətdədirsə,
Cisim necə hərəkət eləyər? Yeyinləşən. Uşaqlar, yeyinləşən burada 2 dənə var. Fikir verirsiniz, azalan təcillə, artan təcillə. Yaxşı, biz təcili necə bilirdik? Təcil qüvvə ilə düz asılı deyilmi? Onda qüvvənin düsturunu yazaram mən burada. K Q1 Q2 bölünsün evin kvadratı. Sonra qüvvəmiz məsafə ilə tərs asılıydı. Bunlar bir-birindən uzaqlaşırlarsa, məsafə artır. Məsafə artdığı üçün qüvvə azalır, yəni təcil azalır. Deməli, azalan təcillə yeyinləşən hərəkət olmuş olur. Bax, belə suallarda yenə deyirəm, tam diqqətli olmaq lazımdır. Maraqlı sual idi. Daha sonra biz baxırıq 37-ci sualımıza. Bu sualda bizə nə deyir? Deyir ki, kiloqram bölünsün joule. Yuxarıda kiloqram vurulsun joule verilib. Kiloqram vurulsun. Joule'un yerinə mən nə yazaram? Joule'un yerinə kiloqram vurulsun metr bölünsün saniyə kvadrat yaza bilərəm. Daha sonra bir dənə də bunu nəyə vurmalıyam? Metrə. Çünki joule Newton vurulsun metrdir. Olacaq metrin kvadratı. Daha sonra aşağıda nə yazacağım? Kulon vurulsun. Kulonun yerinə amper vurulsun saniyə yazaram. Burada da bir dənə Tesla'mız var. Uşaqlar, Tesla nəyin vahididir? Maqnit induksiya vektorunun vahididir. Maqnit induksiya vektorunun deməli düsturu hardan çıxır? Məsələn, F amper bərabərdir. I B L idi. I L qaldı. Onda burada biz B üçün vahid çıxarsaq nə deyə bilərik? Tesla nəyə bərabərdir? Newton bölünsün, amper vurulsun metrə. Gətirək yerinə qoyaq. Newton bölünsün, amper vurulsun metr. Baxın bu şəkildə. Yuxarıda kökün altında, bax, kiloqram kiloqrama vurulur. Sadəcə kiloqram çıxır. Burada metr kvadratdan metr çıxır. Bir dənə qalır saniyə kvadrat. Saniyə də düşür aşağı, olur saniyənin kubu. Daha sonra amperlə amper ixtisar gedir. Burada qalıb bir dənə Newton. Bu bölünsün metrdə yuxarı qalxır, olur metrin kvadratı. Bu da bərabərdir. Kiloqram vurulsun, metrin kvadratı yuxarıda olduğu kimi qalsın. Saniyə kubumuz burada olsun. Gəlin Newtonu açaq. Kiloqram vurulsun, metr bölünsün saniyənin kvadratı. Saniyə kvadratla kub ixtisar getdi. Kiloqramlar ixtisar getdi. Metrində bir ixtisar getdi. Yuxarıda qaldı metr, aşağıda qaldı nə? Saniyə. Uşaqlar, deməli, buradan bir dənə yanlış gedib. Burada saniyə kvadratdan saniyə çıxıb. Deməli, aşağı düşüb bir dənə saniyə. Burada yəni saniyənin kvadratı idi. Həmin kvadratla da bu kvadrat getdi. Saniyələrimiz yoxa çıxdı. Deməli, orada bir dənə qaldı nə? Metr. O da nəyin vahididir? Uzunluğun vahididir. Uşaqlar, indi isə baxaq 38-ci suala. Deməli, bizə rho-nun P-dən asılılığı verilib. Mütləq şəkildə həmişə yadda saxlayın. Nəyin qrafiki verilibsə, ona aid düstur yazmalısınız. Deməli, rho-nun düsturunu yazaq. Rho bərabərdir. P, M bölünsün RT. Uşaqlar, M-lə R onsuz da konstantdır. Deməli, 1-dən 2-yə getdiyimiz halda 1-2 müddətində biz bilməliyik ki, fikir verin, 1-dən 2-yə rho-la P-miz düz asılıdır. Nə zaman bunlar düz asılı olar? T-miz konstant olanda. 1-2-də T konstantdır. Bu belə. 2-3-də biz görürük ki, nəyimiz konstantdır? Rho konstantdır. Rho-nun konstant olması nə deməkdir? Deməli, həcm konstantdır deməkdir. Rho çünki biz deyirik ki, həcmdən asılıdır. 3-4-cü prosesdə isə həmişə belə yazın uşaqlar. 3-4-cü prosesdə isə P-miz konstantdır. Gəlin baxaq. Birinci halda T'nin sabit olmadıqlarını silək. Burada T sabit deyil. Daha sonra, uşaqlar, 1-2 halında T sabitdir, P artır. T sabit, P artırsa, biz bilirik ki, T konstant olanda tərs asılılıq olur. P ilə V tərs asılı olur. Onda P artırsa birinci halda görürsünüz, P artır. V azalmalıdır. V'nin artdığı halları silək. Qaldı A, B. Gəlin ikinci hala baxaq. İkinci halda V konstant olmalıdır. Hər ikisində konstantdır, düzdür. Üçüncü halda P konstant olmalıdır. Fikir verin, B variantında 3-4-də T'ni konstant verir. Buna görə bu yanlışdır. Cavabımız oldu A variantı. Gəldik 39-cu suala.
Bərabər yavaşlayan, uşaqlar buna diqqətli olun. Yavaşlayan hərəkətdirsə, əgər sürət yuxarıda olsa, qüvvələrin deməli əvəzləyicisi aşağı istiqamətdə olmalıdır ki, bu cisim neyləsin? Yavaşlayan hərəkət eləsin, yəni istiqamətdə olsunlar. Hansı qrafik sərbəst düşən cismin potensial enerjisinin zamanla asıllığına? Təbii ki, sərbəst düşən cisimdə potensial enerjinin zamanla asıllığı sadəcə olaraq bir cür qrafikimiz ola bilər, o da D variantımızdır. Görsüz cisim aşağı doğru düşür, potensial get-gedə azalır, sadəcə olaraq zamanla əyri xətli olaraq azalır. Gəldi 41-ci suala. Elektrik tutumu S1 olan yüklənmiş kondensator lövhələr arasındakı gərginlik 20 voltdur. Deməli U1 20-dir. O elektrik tutumu S2 olan yüksüz kondensator. Bunun yükü 0-dır. Birləşdikdə deməli U gərginliyini hesablayın. U gərginliyimiz ümumi gərginlikdir. Ümumi gərginlik bərabərdir Q ümumi bölünsün S ümumiyə. Uşaqlar fikir verin. Burada Q'miz 0-dır. Yuxarıdakı Q'miz nə qədərdir? Uşaqlar gəlin hesablayaq. Q bərabərdir S U'ya. 7-ni vururuq 20-yə eləyir 140 mikrofarad. Deməli Q'miz 140-dır. Yuxarısı 140-dır. Ümumi S nə qədərdir? 10 mikrofarad toplayırıq. 10 mikrofarad. Mikrofaradları ixtisar aparsaq 140-ı 10-a bölərik, qalar 14 volt. Yenə deyirəm, niyə belə oldu? Uşaqlar Q ümumini hesablayanda yuxarıdakı Q ilə aşağıdakı Q-ni toplamaq lazımdır. Yuxarıdakı Q 140-dır, aşağıdakı 0-dır. Ona görə deməli oldu yekun 140. S-ləri də topladıq, elədi 10. 42-ci sualımız. 42-ci suala baxırıq. Mexaniki dalğa zaman keçdikcə elastik mühitdə yayılma prosesidir. Nəyin yayılma prosesidir? Mexaniki rəqslərin. 5. Deməli, hansı rəqslər vakuumda yayılmır? Mexaniki dalğalar ümumiyyətlə vakuumda yayılmır. 3. Mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyardırsa, belə dalğalar enine dalğalar adlanır. Dalğa isə mühitin zərrəciklərinin yayılma istiqamətinə paralel olur. Bu isə bizim uzunla dalğamızdır. Daha sonra bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafə təbii ki, bu bizim lambdamızdır, yəni dalğa uzunluğumuzdur. Dalğanın sürəti dalğa uzunluğunun nəyə nisbətinə asılıdır? Rəqsin perioduna nisbətinə asılıdır. V bərabərdir. Lambda bölünsün T. Daha sonra baxırıq 43-cü suala. Maye tam batırılmış cismin çəkisinin mayenin sıxlığına uşaqlar, sizin yenə deyirəm, ən böyük problemimiz bizim nədir? Siz burada düstur yazmırsınız. Mayedəki çəki bərabərdir havadakı çəkidən çıxırsan F Arximedi. Məsələn, havada 50 Newton idi. Arximedimizdə 10 Newtondur. 10 Newton qaldıracaq onu. Gəl havadakı 50-dən Arximedi çıxam ki, onu qalsın 40, yəni mayedəki çəki. Uşaqlar bizə deyir ki, həmin bu mayedəki çəki Romayda necə asılıdır? Romayı F Arximedin daxilindədir. Romayı V, J. Deməli, qarşısına mənfi olduğuna görə Romayı artdıqca P'miz neyəcək? Azalacaq. Baxın bu şəkildə. Niyə A variantı olmadı? Çünki tərs asıllıq deyə bir şey yoxdur. O tərs asıllıqdır. Müəyyən qiymətdən tərs asılı olur, azalmaq deməkdir. 1-2 halına keçəndə 2 mol qazın gördüyü işi hesablayın. Uşaqlar, iş nədən asılıdır? V-dən asılıdır. 1-dən 2-yə keçəndə fikir verin, V-miz konstantdır. İşimiz nə olacaq? 0 olmuş olacaq. Daha sonra lift şaqili yuxarı yönəlmiş bu qədər tərzinlə hərəkət edir. M vurulsun, J plus A yazaram. O da bərabərdir. M vurulsun, J plus A. A-nı yenə 0.5 J yazanda 1.5 dənə J olacaq. Bayaq deməli adam dayanmışdı. Sadəcə MJ idi. İndi isə oldu 1.5 dənə MJ. Yəni 1.5 dəfə artmış oldu. 46-cı sualda modul sadəcə təpə nöqtədə 0-a bərabər olur. Gəlir təpə nöqtədə bir anlıq dayanır, sonra düşür. Ona görə Y variantımız olmuş olacaq. 47-ci sual. Uşaqlar, bunlar necə bölüşür V1-nə V2? Ardıcıl, I konstantdır. Onda U ilə R necə asılı? Düz asılıdır. U1 bölünsün U2 bərabərdir. R1 bölünsün R2. Uşaqlar, R1-imiz bunlar paralel birləşib R bölü 2-dir. R2-miz isə ardıcıldır 2-dir. R-lər ixtisar getdi, 4də 1 qalır. Onda biz deyərik ki, U2 bərabərdir 4 dənə U1-ə.
Gəldik 48-ci suala. Eyni ölçülü silindrik şəkildə nümunələr hazırlanıb, hansı maddədən hazırlanan nümunənin sərtliyi daha böyükdür? Uşaqlar, yadda saxlayırsınız, sərtlik Young modulundan düz asılıdır. Çünki K bərabərdir S Y bölünsün L0. Uşaqlar, fikir verin. Eyni ölçüləri eynidir. Deməli, sadəcə Young modulundan asılıdır. Ən böyük poladdır, 210-dur. Daha sonra səpəci linza istəyir. Səpəci linza biz deyirdik ki, kənarları daha nazik olan linzamızdır. O da bizim 1/5 linzamızdır. Daha sonra 50-ci sualda uşaqlar bizə deyir ki, buxarın izotermik genişlənməsi zamanı halın dəyişməsi diaqramı təsvir olunur. Diaqramın A1 və B hissələrində konsentrasiya necə dəyişər? Uşaqlar, biz bilməliyik ki, birincisi hansı doyan buxarda, hansı doymayan buxarda. Bax, fikir verin, bu içəri doğruydu. Ona görə biz deyirdik ki, buna doymayan. Bu isə doyan buxardır. Doyan. Uşaqlar, doyan buxarda biz deyirik ki, əsas şefimiz temperaturuydu. Temperatur sabit qaldıqda P-in konstant qalırdı. Fikir verin, A-dan B-yə P-miz konstant qalıb. Deməli, P-in üçü də əslində nədir? Konstantdır. Onda bizdən nə istəyir? Konsentrasiya istəyir. Birinci halda dəyişməyəcək. Gəlin ikinci hala baxaq. Konsentrasiyanın düsturu nədir? M bərabərdir, M bölünsün V. Fikir verin, B-dən C-yə getdiyi halda bizim həcmimiz artır. Həcm artırsa konsentrasiya necə azalacaq. Ona görə də cavabımız olacaq B variantı. 51-ci sualda deyir ki, maşın və dəzgahlarda divcəkli və kürəcikli yastıqlar nə üçün tətbiq olunur? Uşaqlar, məsələn, təsəvvür edin, belə suallarda həmişə təsəvvür eləmək lazımdır. Məsələn, bir dənə bu yer səthidir. Mən burada ağır bir dənə şkafı digər tərəfə aparmaq istəyirəm. Adi halda sürükləsəm, mən üçün çətin olacaq, düzdür? Amma əgər bunun altına biraz qaldırıb təkər yerləşdirə bilsək, onda nə olacaq? Daha rahat formada şkafı digər tərəfə apara bilərik. Yəni ki, bu deməkdir ki, bayaq yerlə şkaf bütöv sürtünürdü. Görürsünüz, bütün səthi yerlə sürtünürdü. Hal-hazırda isə yerlə sürtünən səth sadəcə təkərlərin səthidir. O da ki, diyirləndiyinə görə sürtünmə nə olur orada? Azalır. Ona görə deyirik ki, fırlanan vallar arasında sürtünmə qüvvəsini azaltmaq üçün divcəkli və kürəcikli yastıqlardan istifadə olunur. Daha sonra baxırıq 52-ci suala. Bu 52-ci sual maraqlı sualdır. Uşaqlar, deyir ki, 30 metr bölünsün 30 metr hündürlükdən 5 metr bölü saniyə sürətlə aşağı yuxarı atılmış cisim. Bir dənə burada cisimim var 30 metr hündürlükdə. 5 metr bölü saniyə sürətlə yuxarı atılıb. V0 bərabərdir 5-ə. Deyir ki, saniyə sonra yer səthindən hansı hündürlükdə olacaq? Gəlin baxaq. 5 sürətlə o hara qədər qalxacaq? T qalxmanı hesablasaq, T qalxma bərabərdir V0 bölünsün J. O da bərabərdir 5-i bölürük 10-a. Bu da eləyir 0,5. Bu belə. Onda uşaqlar, deməli bu 30 metr yüksəklikdəydi onsuz da. Deməli bu cisim 0,5 saniyə tam yuxarı nöqtəyə çatır. Yuxarı nöqtədə biz bilirik ki, sürətimiz nədir? 0-dır. Onda h-ı hesablasaq, buradan olacaq V0-ın kvadratı bölünsün 2J. V0-ın kvadratı 25-dir. 2J də eləyəcək 20. Bu da eləyər 1,25. Bu onsuz da 30 metr yüksəklikdəydi. Onda biraz da 1,25 də qalxanda, deməli buradan yerdən yüksəkliyi bunun nə qədər olmuş olacaq? Yerdən yüksəkliyi olacaq 31,25 metr. Yəqin ki, bildiyi necə oldu. Dedim ki, 30 metr zaten yüksəklikdəydi burada. Buradan nə qədər yuxarı qalxmışdı onu hesablayanda biz dedik ki, 1,25 metr yuxarı qalxmış oldu. 1,25 metrdə yazmış olduq. Daha sonra bizdən nə istəyir? Deyir, 2 saniyə sonra yer səthindən hansı hündürlükdə olar? Uşaqlar, həmin bu ümumi 2 saniyədən danışır, düzdür? Həmin 2 saniyənin biz tapdıq ki, 0,5 saniyəsində bu yuxarı qalxıb. Onda buradan 1,5 saniyə düşüb də. T bərabərdir 1,5 saniyə. Görək 1,5 saniyə bu cisim hara gəlib düşəcək. Bax, önəmli olan onu tapmaqdır.
Onda h üçün düstur yazsaq, hara gəldiyini biz yazarıq ki, nə? J t kvadrat bölünsün 2. O da bərabərdir 10 vurulsun. Biz dedik neçə saniyə gəlir? 1,5 saniyədəki yol istəyirik. Bölünsün 2. O da eləyər 11,25. Uşaqlar, deməli, fikir verin. 11,25 düşdü aşağı. Ümumi hündürlüyü 31,25-dirsə, 31,25-dən çıxaram 11,25-i. Qalar 20 metr. Baxın bu şəkildə. Və yaxud da bu sizə əgər çətin gəlirsə, bunu başa düşmürsünüzsə, ümumi bizim y-in düsturu var idi. Y bərabərdir y0 plus v0t plus at kvadrat bölü 2. Daha doğrusu j kvadrat bölü 2. Daha sonra baxırıq uşaqlar. Bərabərdir. Bizim y0'ımız nə qədərdir? 30 metr yüksəklikdəydi. Plus v0'ımız 5'dir. Vururuq 10'a. Üstə gəlirik. J'miz 10'dur. T'miz də nə qədər idi? Burada artıq önemli olan burada t'ni görməkdir. T'ni də bizə verib 2 saniyə. 2'nin kvadratı 4 bölü 2. Sadəcə uşaqlar bir dənə onu nəzərə alın ki, bu cisim əvvəlcə yuxarı qalxdı, sonra aşağı düşür. Get-gedə aşağı gedəndə burada təcilimiz mənfi olacaq. Ona görə biz buradan bərabərlik qoysaq, deməli yazarıq. Uşaqlar üzülürsən burada 10 nədir? V0 olsun, tez zamanımız 2 saniyədir. Deməli 30'un üstünə gəlirik, onu elədi 40. Çıxarıq, burada da 20 alınır, ondan da 20 metr. Bu şəkildə cavabımız 20 metrdir. Daha sonra baxdıq 53-cü suala. Deyir ki, bizə maqnit selini hesablayır. Maqnit selinin düsturu neydi? B kosinus alfadır. B vurulsun S. Sadəcə olaraq perpendikulyardır deyənə orada biz BS kimi yazırıq. 5 milli 5 vurulsun 10 üstü mənfi 3 vurulsun 40 santimetrin kvadratı. O da eləyər 40 vurulsun deməli 10 üstü mənfi 4. Bu şəkildə. Onda biz alarıq 4 5'in 20, yəni 200 vurulsun 10 üstü mənfi 7. Bizə cavabı mikro ilə istəyir. 10 üstü mənfi 6 ilə istəyir. Ona görə də bunun bir dənəsini aparsam 20 vurulsun 10 üstü mənfi almış olaram. Yəni 20 mikroweber. Cavabımız olar 20. 54-cü sual çox maraqlı sualdır. Uşaqlar, A nöqtəsinə uyğun hündürlüyə nisbətini istəyir. Deyir, maksimal qalxma hündürlüyünün H maksimalın H-a nisbətini istəyir. Uşaqlar, biz bilirik ki, H maksimalın H-a nisbəti Y tamın elə Y potensialın nisbəti deməkdir. Çünki bura mj əlavə eləsəm, ixtisar, görürsünüz, yuxarıdakı Y tam olur, aşağıdakı isə potensial enerji olmuş olur. Bizim Y tamımız tam qiymət uc nöqtədəkidir, 32'dir. Potensialın maksimal qiyməti onsuz da tam enerjidir. Yaxşı, potensial enerjimiz A nöqtəsində nə qədərdir? Buranı tapmaq üçün nə edərəm? Tamdan kinetikə çıxaram. Tamımız neçədir? 32'dir. Çıxaram, kinetikimiz 24'dür. Cavabımız qalar 8. Deməli, potensialın yerinə 8 yazsam, deməli, nisbətimiz olacaq 4. Cavab 4. 55-ci sualda. Burada adamımızı silək. 55-ci sual bizdən nə istəyir? Bizə deyir ki, fiillərin və W-lər arasında münasibət. Fi bərabərdir, I vurulsun elə. Yaxşı, elləri bizə verib, I-ni verməyib baxır. Uşaqlar, I müqavimətdən bilirik. Əgər müqavimətlər eynisə, ikisinə də I yazmaq olar. Biri R, biri 2R olsaydı, 2R olana I yazardım. R olana isə 2 I yazardım. Çünki I ilə R tərs mütənasib asılıdır. Yaxşı, birinci üçün hesablasam, I vurulsun 2IL olacaq. Deməli, fi birimiz bərabərdir, I vurulsun 2L. Fi 2 isə bərabərdir, I vurulsun sadəcə L. Deməli, fi 1 fi 2-dən 2 dəfə böyükdür. Birinci, W-ni hesablayanda düsturumuz L-I kvadrat bölünsün 2-dir. Şöyle birincidə yazırıq 2 dənə L-I kvadrat bölü 2. İkincini yazanda isə yazırıq L-I kvadrat bölü 2. Yenə də W də 2 dəfə fərq eləmiş oldu.
biri də oldu 3. Sonra çaşıb çox vaxtı 4'ü birbaşa yazırsınız. O 4 nə vaxt olardı? Əgər i'mizin biri 2, biri 1 olsaydı i'nin kvadratı olardı. Amma l'in kvadratı yoxdur, ona görə 4 alına bilməz. 56-cı sual sadə sualdır. A nöqtəsindən B nöqtəsinə 2 saniyə 60 dərəcəni 2 saniyə gəlirsə, 360 dərəcəni t müddətinə gəlməlidir. Onda mən buradan t-ni tapanda 360'ı vuraram 2'yə, bölərəm 60'a. 6 dəfə, deməli periodumuz oldu 12 saniyə. Xətti sürəti hesablayın. V bərabərdir 2 pi r bölünsün t. 2 vurulsun 3, radiusumuz 6 metrdir, bölürəm 12'yə. 6, 2, 12 cavabımız qalar 3. 57-ci sual. Uşaqlar, cərəyanlı naqildə maqnit induksiya vektorunu hesablayanda sağ əl qaydasından istifadə edirdik. Sağ əl. Baş barmağımız cərəyan istiqamətini, 4 barmağımız isə, və 4 barmağımız bu şəkildə olurdu. Baş barmağımız isə cərəyanın istiqamətini göstərirdi. Məsələn, cərəyan bizə doğrudursa, baş barmağımız özümüzə doğru, 4 barmağımız onda hara qalacaq? Saat əqrəbinin əksi istiqamətini göstərəcək. Bu şəkildə. Onda biz deyərik ki, A nöqtəsində sola yönəlib, B nöqtəsində aşağı yönəlib, C nöqtəsində isə sağa doğru yönəlib. Baxın bu şəkildə. Uşaqlar, daha gedib şaqili şəkil müstəvisinə bizə perpendikulyar yönəlmişi daha seçə bilmərik də. Hər halda ki, görürsünüz də sol, aşağı və sağ. Qutardı, getdi. Gəldik 58, 59, 60-cı suallara, situasiya suallardır. Uşaqlar, burada bir də maraqlı nüansı var. Biz dəstə buna baxmışdıq. Bax, bu lampalar həqiqətən də paralel birləşib. Paralel birləşmədə bizim cərəyan şiddətlərimiz bəzən bərabər olur. Ona görə də biz deyirik ki, bizə deyir ki, hansı lampa daha parlaq yanar. Biz də deyirik ki, deməli, paralel birləşmədə parlaqlıqlar bərabər olacaq. Amma uşaqlar, bir dənə şərt var. Bizdə burada evləri verilmiş axı. Ona görə biz nəyə baxmalıyıq? U bölünsün ev yazırıq. Onsuz da paralel birləşmədə u'lar tərs asılıdır. Bizə deyir ki, parlaqlığın çox olması üçün müqavimət az olmalıdır. Ev 2'nin müqaviməti az olduğuna görə biz deyirik ki, ev 2 daha deməli parlaq yanacaq. Gəldik 59-cu suala. Uşaqlar, Q'nun düsturu Q bərabərdir. Bizə burada paralel birləşmə deyil, mütləq bu düsturdan istifadə etməliyik. U kvadrat bölünsün R vurulsun T. Eyni zaman müddəti deyil, u'lar da sabitdir. I kvadrat R T yazmayın uşaqlar. Orada düz asılı olacaq, tərsi olacaq. Deməli, Q1 bölünsün Q2 yazsam bərabərdir. R-dən tərs asılıdır. R2 bölünsün R1 yazaram. R2 6'dır, R1'imiz 12'dir. O da eləyəcək 0,5. Daha sonra baxırıq 60-cı suala. Gərginliyimiz 9'dur. T bərabərdir 8'ə. Bizdən istəyir ki, istilik miqdarı nə qədər olar? Q bərabərdir U kvadrat bölünsün R vurulsun T düsturuna hesablayarıq. U'nun kvadratı 81, T'miz 8'dir. R ümumi nə qədərdir? Bunlar paralel birləşibsə, paralel birləşmədə R'i tapsaq necə olacaq? R bərabərdir. Evimi. Yuxarıda vurulması 12 vurulsun 6, aşağıda isə toplanması 18. 18 ilə 6 gedir 3 dəfə, 12'ni 3'ə bölürük, qaldı 4. Deməli, aşağıda da 4 yazırıq. Bunlar ixtisar gedir, cavabımız qalır 162. Baxın bu şəkildə. Bu dediyim 58-ci suala mütləq diqqət yetirin. Yəni belə sual düşünürəm ki, düşə bilər, çünki maraqlı sualdır. Lampanın parlaqlığından söhbət gedirsə, həmişə baxın cərəyan şiddətinə, paralel birləşibsə, u'lar konstantdır. Bizə nə maraqlıdır? Əgər ardıcıl birləşsəydi dəqiq eyni idi, çünki i'lər bərabər olacaqdı. Amma paralel birləşmədə mütləq şəkildə R'ə baxmaq lazımdır. U zaten konstantdır. Suallarımız bu qədər uşaqlar. Sağ olun.